Allah elçisi sallallahu aleyhi ve sellem belə buyurur. Zarafat olsa belə, yalanı tərk edənə cənnətin ortasında bir evə zaminəm. Möminlərin anası Ayşə radiyallahu anhə deyir ki, Allah elçisi sallallahu aleyhi ve sellemin ən çox nifrət etdiyi xarakter yalan danışmaq idi. İbn Rəcəb rahiməhullah deyir ki, doğruluq insanı dünya və axirətdə ucaldır, necə ki yalan onu hər iki halda alçaldır. Allah elçisi sallallahu aleyhi ve sellem belə buyurur. İnsanlar gülsün deyə yalan danışana vay olsun. Vay olsun ona, vay olsun ona. Həmçinin Allah elçisi sallallahu aleyhi ve sellem buyurur. Yalandan çəkinin, həqiqətən yalan günaha aparır, günahlar da cəhənnəmə aparır. Bir insan yalan danışmağa o qədər davam edər ki, hətta Allah qatında yalancı olduğu yazılar.